Yoldaşlar her vaxtınız xeyir olsun. May ayının 3'ü BB ve BA kateqoriyasına imtahana düşmüş informatika suallarının izahıyla tanış olacaqsınız. Düşündüm ki iyun imtahanına gedən tələbələrin ən çox ehtiyac duyacaqları sual izahları bunlardır və imtahandan bir gün önce bunları sizin için izah edirəm. YouTube'da heç bir kanalda bu sualların izahı yoxdur. Mütləq diqqətlə dinləyin və inşallah sabah imtahanda uğur qazanmağınıza faydası köməyi olar. 56-cı sual lokal şəbəkələr bölməsini əhatə edən və demək olar ki, eynisi vəsaitimizdə olan bir sual. Test toplumunda bu sualın eynisi var. Terminator, körpü və konnektorun təriflərini soruşur. Yoldaşlar, Terminator bilirsiniz ki Şin topologiyasında açıq kabellərin ucuna bağlanır ki cərəyanı udsun. Ona görə 1'ə uyğundur. Y variantı. 1'ə Y variantı uyğundur. Digər variantları silirəm. 2 körpüdür. Körpü də bilirsiniz ki müxtəlif topologiyalı lakin eyni protokollu elementlərin lokal şəbəkələri birləşdirən aparat proqram təminatlı qurğudur. 2'ye da uyğundur B variantı. Avtomatik cavab çıxdı, amma mən konnektorun da tərifini deyim. Konnektor isə kompüter şəbəkələrini nazik kabellə, adaptörün nazik kabellə birləşdirilməsi üçün istifadə olunan qurğudur. 57-ci sualda deyir ki, birinci diaqrama müəyyən lazımi diaqram elementləri əlavə edilməklə və ya ləğv edilməklə ikinci vəziyyətə keçid edib, ikinci vəziyyətdə buradadır yoldaşlar. Və sual verir ki, hansı detallara dəyişikliklər edilmiş ola bilər? Baxın, burada diaqramın başlığı, verilənlərin nişanı, fiqurun dəyişdir, fiqur üçün effektlər kimi müxtəlif variantlar var. Əslində bu məntiqi sualdır. Excel ilə ciddi bir əlaqəsi yoxdur. Baxın, fiqur dəyişibmi? Xeyr, fiqur dəyişməyib. Onda fiqurun dəyişdirilməsi düyməsi, yəni 3-cü bənd doğru cavablarımız arasında olmamalıdır. Düzdür? Çünki fiqur dəyişdirilməyib. Bunu çıxdıq. 1'ə baxaq. Bir də nə yazıb? Diaqramın başlığı. Görək diaqramın başlığı dəyişib. Baxın, birinə yazılıb birinci diaqram, birinə də yazılıb ikinci diaqram. Əlbəttə, başlığı da dəyişib. Deməli, birinci bənd doğrudursa götürüləcək C variantı. Kifayət qədər primitiv sual. Növbəti suala keçid edirik. Deyir, şəkildə verilmiş lent qrupu hansı lent tabına məxsusdur? Insert footnote əmri sözün üstünə nömrə qoyaraq onun izahını aşağıda verməyə əsaslanır və izaha istinaddır bu. Referensiz tabında yerləşir. 59'da bildiyimiz, nəzəriyyəmizdə yer alan informasiya təhlükəsi ilə bağlı nəzəriyyəmizdə yerləşmiş bir təriflərdən ibarətdir. Sizdən doğruları istəyir. Deyir, qonaq şəbəkəsi əsas şəbəkəni izolyasiya edərək təhlükəni artırır. Bu düzdür yoldaşlar. Çünki qonaq şəbəkələr yaradanda, məsələn, qonaq Wi-Fi şəbəkəsi açanda gələn istifadəçilər üçün əsas şəbəkənin parolunu bilmədikləri üçün təhlükəsizliyi poza bilmirlər. Spy və ya botnetlər vasitəsilə istifadə olunan elə botla olan addır. Spy və ya bir təşkilatın və digər qurumların məlumatlarının alternativ qurumlara ötürülməsidir. Bu səhvdir. 3 olan variantları silməlisiniz. Avtorizasiya həqiqiliyi təsdiqləyən metoddur cümləsi də səhvdir. Çünki avtorizasiya həqiqiliyi təsdiqləyən metod deyil. Autentifikasiya həqiqiliyi təsdiqləyir. Avtorizasiya isə müəyyən səlahiyyətlərə icazə verir. Sonra 5-ci cümlə, daha doğrusu firewall yalnız e-poçtlara nəzarət edir. Yanlışdır. Avtomatik cavab qalır D variantı. 5'ə baxın. SSID gizliliyi arzu olunmaz cihazların qarşılanmağı çətinləşdirir. Çox rahatdır. Bilirsiniz də, siz Wi-Fi-nızın adını niyə gizlədirsiniz? Cəmaat girməsin deyə. Deməli, 5'də doğrudur, 7'də doğrudur. Belə, çox rahat bir sualdır bu da. 60-cı sual. Deyir ki, mətn redaktorunda köçürmə əməliyyatlarını yerinə yetirməmişdən əvvəl yerinə yetirilməsi zəruri olan əməliyyat. Yoldaşlar, bir materialı, bir mətni köçürməmişdən əvvəl gərək o mətni seçəsiniz. Düz deyil. Birinci seçirsən, sonra kopya edirsən və sonra yapışdırırsan.
Kısacası mətnin seçilməsi vacibdir. Bununla bağlı bizim Windows quizimiz var. Orada faylın seçilib sonra yapışdırılması ilə bağlı eyni ilə belə bir tipdə sual var. Hansı mətn prosesorlarının funksiyasına aid deyil? Təbii ki, informasiya sistemləri yaratmaq. Bu instrumental proqram təminatıdır. Amma mətn daxil etmək, çap etmək, mətni axtarmaq, düzəliş etmək, stil vermək, bunlar mətn prosesorunun işləridir. Növbəti sual 62-ci sual. Elektron təqdimat proqramında slide obyektinə verilən animasiya effektini ləğv etmək üçün hara müraciət olunur? Animation. 63. Oxla göstərilən əmr nə işə yarayır? Shape outline. Yəni shape fiqurda, outline da kənar xətlərdir. Qeyd olunmuş obyektlərin kontur xətlərinin rəngini və qalınlığını dəyişmək olur oradan. Shape outline-a klikləyirsən, açılan menyudan, istəyirsiniz göstərin. Açılan menyudan həmin fiqurun kontur xətlərinin həm rəngini, həm qalınlığını dəyişmək olur. Gəlin bir shapes əlavə edək, yəni fiqur. Daha sonra baxın, shape outline. Oradan siz həm rəngini dəyişə bilirsiniz, kənar xətlərinin. Həm də onun qalınlığını təyin edə bilirsiniz. Baxın, kifayət qədər qalın bir hissə verdim. Hətta rəngini də dəyişim, qırmızı edeyim, görəsiniz. Bax belə. Növbəti sualımız 64-cü sual. Yoldaşlar, bu sualda demək olar ki, birəbir bizim Windows belə deyək, quizimizdə də var. Həmçinin, yox, Windows yox. Qlobal şəbəkələr quizimizdə var. Deyir, bu hissələri birləşdir, elektron poçta mənə gətir. Bilirsiniz ki, ət işarəsi ortada olar. Nə başda, nə axırda ola bilməz. Ona görə 4 axırda və başda olan variantları silirsən, digər ikisini də yoxlayırsan, hansı düzsə cavab odur. C-ni yoxlayaq. 1 ilə başlayıb. 1 kaskodur. Baxın. Kasko. Sonra 4 gəlir. Ət. Sonra 3 gəlir. Yande. Yande. Sonuncu da x.ru. 2 verin. kasko@yandex.ru. Bəli, belə bir e-mail adresi ola bilər. 65. Doğru fayl adı deyil. Yoldaşlar, com adında qadağa yoxdur. Bilirsiniz ki, qadağan olunmuş adlar AUX-dur, nulldur, pırınıdır, kondur, sonra com 0-dan 9-a kimidir, bir də LPT 0-dan 9-a kimidir. Yoldaşlar, qadağan olmuş adlar yalnız faylın adının sol tərəfində qadağan olunub, sağ tərəfdə yox. Ona görə sağ tərəfə heç diqqət etməyimizə ehtiyac yox. Baxın, C doğru fayl adıdır. Çünki LPT-nin yanında 0-dan 9-a kimi nələrsə olsaydı, o qadağan olunmuş olardı. Demişik ki, qadağan olmuş adların ikisini bir-birinə birləşdirəndə artıq onu istifadə etmək olar. Yanına hər hansısa bir simvol və s. qoyduqda istifadə etmək olar. D variantında boşluq simvolu qoyublar. Comun da yanından 0-dan 9-a kimi ədəd olmalıdır, onu siliblər. Qısacası biz demişik ki, qadağan olunmuş adlar yalnız və yalnız qadağan olunduğu formada olmaz. Təhrif eləyəndə onu olar. Baxın, con qadağan olmuş adlar siyahımızdadır və olduğu kimi də verilib, deməli belə bir fayl adı ola bilməz. Növbəti cədvələ baxırıq. Excel ilə bağlı bu dəfəki suallar çox sadə və məntiqi suallardır. Heç biri riyazi deyil. Deyir, satış cədvəlindən fraqment verilib. Cədvəldə hər şəhərə görə ümumi satış məbləğinin qruplaşdırılması əmrini necə hesablamaq olar? Ki verin, Bakı şəhəri üzrə 3 dənə detal var. Gəncə üzrə 2 dənə, Sumqayıt üzrə də 2 dənə. Onların cəmlərini tapıb, bax. Bakı üzrə 3 dənə yazıb Bakı cəmi. Sumqayıt Gəncə cəmi, Sumqayıt cəmi. Cəm nədir? İngiliscə. Total. Toplamaq, ümumi göstərmək yəni. Olur cavab subtotal. İndi siz mənə deyirsiniz ki, müəllim, avtosam niyə deyil? Avtosam toplamaqdır, amma avtomatik toplamaqdır. Və burada fikir verirsiniz, ümumi cəmi tapmayın. Hər bir başlıq üzrə, subject üzrə cəmi tapıb. Və subtotal termini də oradan yaranır.
Biraz çetin sual olabilir. Çünkü bu düstur sizin programınızdaki 21 düsturla üst üste düşmür. Biraz mentıqi sualıydı bu. 67-ci sual deyir ki, kursor növbəti abzasın başlanğıcına keçmək üçün hansı düymələr kombinasiyasından istifadə olunur? Ümumiyyətlə biz aşağı düyməni basanda bir sətir aşağı düşür. Amma kontrol aşağını basanda bir abzas aşağı düşür. 68'də də sizdən verilənlər bazasının idarə edilmə sistemlərini istəyir, yəni WebEx-ləri. Təbii ki, bunlar Fox Pro, Oracle, Access və Clipper'dir. Cavab 4, 5, 6, 7. 69-cu sual proqrama BB proqramına təzə daxil olmuş mövzudur. Bu da eyni ilə nəzəriyyəmizdə yer alan bir məsələdir. NTFS fayl sisteminin FAT-dan üstün cəhətlərini soruşur sizdən. Doğru cavab olacaq burada 1 ilə 5 transaksiya texnologiyası tətbiq edilir və fayl və qovluqların şifrələnməsi, sıxılması, bərpası imkanları yaradır. 70-ci sualda da kilobaytdan bayta keçməliyik. Çünki axırda baytı soruşur. 3 kilobayt neçə baytdır? 3 vurulsun 1024. Üstə gəl yanındakı bu 27 bayt. Üstə gəl 136 bayt. Və üstə gəl 800 biti bayta çevirmək üçün 8-ə bölmək lazım. Bu da eləyir 100 bayt. 3'ü vuranda 1024'də 3072. Üstünə 27'nin də gəlməlisiniz. Üstünə 136'ın da gəlməlisiniz. Üstünə 100 də gəlməlisiniz. Bu da neçə eləyir? 13, bu da 1. 15, 5 yazırıq, 1 yadda. Bunlar da 12, 1 də yadda 13. 1 yadda 3, 3. Cavab 3335 bayt. Yoldaşlar, ümid edirəm ki, sizin üçün faydalı idi və imtahana düşməsindən şübhələndiyim bir dənə yeni sual tipi var. Onu da ayrıca çəkib izahını YouTube'a qoyacağım. Baxmağınız tövsiyə olunur. Salamat qalın. Hamınıza uğurlar arzulayıram və imtahandan yaxşı nəticələrinizin sizə gələcək karyeranızda bir açar olmasını diləyirəm. Salamat qalın.